Adicə də bax 2000 nə bilim 10-cu ildə, 15-ci ildə aç bax misal üçün hər hansısa bir Qarabağ skandalı, Qarabağdan çıxan hər hansısa Çox azdır. böyük bir şey. Bəlkə də yox. Mənim yadıma gəlmir. Bunu açığı yəni o günləri belə günbəgün yaşamış insanlardan soruşmaq lazımdır. Mənə çox maraqlı həqiqətən. İndi axır vaxtlar onu fikirləşirəm ki, misal üçün 16 olsun. 14, 16 o vaxtlarda olsaydı misal üçün Elvinin hadisəsi kimi bir şey bu qədər şişirdilə bilərdi. Mən o vaxtlarda oralarda işləmiş adamlarla əvvəl-axır bir yerlərdə rastlaşırıq da. Mənim bu dəqiqə ağlımda bir dənə şey var ki, hansısa birini görəndə onu soruşsam ki, belə bir şey olmuşdu. Yəni mən illərdir belə bir şey heç yəni yadıma gəlmir. Elvin bir şey, Elvinin adicə şey dublə göndərilməyi var. Bundan 3 il əvvəl, 4 il əvvəl olsaydı, heç kim bilməzdi ki, Elvin binədə futbol oynayır. Bilməzdi. Yəni mən inanmıram ki, onun mediada bir xəbər dəyəri olacaqdı. Lap dəyəri olsaydı belə sənin mətbuat xidməti olaraq işin odur ki, yəni bunu açıb ağarmayasan. Emma'ya dublə gedir. Nə bilim Elvin dubldadır. Bunun qabağını almalısan. Bunlar bütün brendin özünə təsir edən, mənfi təsir edən şeydir.